Axı bir də mən tərəzi ilə işləyirəm. Məsələn, çəkidə gəlir, pulda gəlir ki, 7 manat 18 qəpik. Mən ona 20 qəpik deyə bilərəm, elə görürsüz. Sən ona deyə bilərsən. Yox, belə deyək də, əmin olmaq üçün qardaş, deyirsən 8, yəni ki 18-dir, mən sənə 2 qəpik hardan verim ki? Açıq ol, açıq ol. 22 qəpik elə, 20 qəpikdir, problem yoxdur elə. Elə. Çünki hətta belə deyək, dinimiz o qədər dəqiqdir ki, "Vaylun lil mutaffifin ellezina iza iktalu alan-nas yastawfun və iza kaluhum aw wazanuhum yukhsirun." Çəkidə və ölçüdə aldanların vay halına. Onlar ki, alanda özləri %100 alırlar, satanda isə azaldırlar. Ona görə sən 1 qram artıq ver, qiymətini azalt yenə, 1 qəpik keç üstündən. Amma az çəkib çox alma. Ha, o deyə bilərsən qardaş halallığını. Yox, gələn dəfəyə saxlamaq düz deyil. Halallığını verirsə və sən... Yəni bu halal yolla bir şey bilinirsə problem deyil. Lakin sual nə idi? Sual məhduddur. 18 qəpik, mən 20 qəpik deyirəm, olar mı? Olmaz. Bir gəlir Bakıda. 1 manatlığı satıram, 1 manat 50 qəpik. O satırsan o problem deyil. Sadəcə bazara girməmiş qabağına getmək nəhy olunur. Madəm ki özü girir bazara, sən istədiyin qiyməti qoya bilərsən. Mən cavab verdim, vəssalam. 1 mala 2 qiymət bu deyil. 1 mala 2 qiymət nədir? Bax, bunu hansı ki nəhy olunub, Peyğəmbərim qadağan edib. Bunu sənə verirəm, qardaşım, bunu götür, nağdı indi verirsənsə 5 manatdır. Sabah pul verəcəksənsə 6 manatdır. İkisindən birinə sən qərar verginən. Eyni zamanda iki seçim verirsən. Nəhy yolundan budur. Qabağındakı mala gəh belə satırsan, gəh belə satırsan, o deyil. Başa düşdünüz fərqi? Qardaşım, nağd bu qiymətə, nisyə bu qiymətə, o bir qiymətə. Kredit başqadır. Kredit, baxın. Kredit nədir? İttifaq. Baxın. İttifaq bir şeydə olur kreditdə. Mən bu malı satıram, 100 dolara nağdı. Pul ver, götür apar. Ya da satıram nisiyə, 110 dolara 2 aydan sonra gətir yine. Tamam mı? İkisindən birini buradakən ittifaq edirik və birinə qərarlaşırsan, məsələ bitir. Zaten kredit olan şərt nədir? Əgər vaxtında qaytarmasa üstə faiz getmir. Bunu bildik. Qadağan olunan nədir? Ala bunu götür, apar bax. Axşamı pul gətsən bu qiymətə, sabah gətsən bu qiymətə. Seçim səndir. Axşam da gətirə bilərsən, sabah da. Yəni eyni vaxtda 2 seçim verirsən, ona gedir. Bu qadağandır. Qabaqcıdan deyə bilərsən ki, nisiyə verirsən, onun fərqi oldu ki, bir var kredit. Kredit yox. Bax, səbirli ol. Biz çıxırıq bu cavabdan sonra. Telefon, mən dükkanım var, telefon satıram. Deyirəm ki, bunun 100 dolardır qiyməti, pulu ver, götür apar. Ya da 110 dolardır, 3 aydan sonra qaytar pulu. Ya da 110 dolar. Sən deyirsən, qardaş, mən 3 aydan sonra qaytaracam, ver 110 dolarını 3 aydan sonra qaytaracam. Bunun ikisi də halaldır. Biri də var, bu mənim malımdır. Sən gəlirsən, telefonu istəyirsən. Deyirsən, qardaş, gətmə, bunu sat. Mənim üstümdə pulum yoxdur. Ha? Mən sənə pul tapıb 1 həftədən sonra, 10 gündən sonra gətirəcəm. Deyirsən ki, ala bunu götür apar. Axşama pulu gətsən, artıq istəmirəm. 100 dolarımı gət apar. Həm 1 həftədən sonra gətsən, onda 110 dolar gətir gəlginə. Eyni vaxtda sən adama 2 qiymət verirsən. O şey gedir fikirləşir, axşamı gətsin, sabahını gətsin. Bu haramdır. Çünki bir qiymətə ittifaq olunub ayrılmalıdır, 2 qiymətə deyil. Birincilər birinə razılaşır. Ha. Bundan artığını mən deyə bilmirəm. Müştəri gəlir, bu malı mən satıram 5 manat. Bu mala qiymət də qoyanda elə 10 niyyətlə qoyub çox ki, açıqlara. Gələn içəri deyir ki, bunun üstündən nəsə keçlər bizim üçün. Bunun üstündə yazılan pulu çıxardıb verən yoxdur. Bu %99 elənsinə deyir. Biz də o niyyətlə qoyuruq qiyməti ki, klient deyəndə burada düşməyə bir yer olsun. Problem deyil, o normaldır. Alver üçün ya. Özündə bilirəm ki, məsələn, bu adam gəlib bu məndən bu nisiyə görə gəlib. Da buramın cibində pul olsa bu bura gəlmir. Mən öz cibimdə buna heç nə demirəm.
Bu mənə deyir ki, bunun üstündən düş. Mən bilirəm ki, bu nisiyə alacaq. Mən bundan düşmürəm. Ha, onlar nə problem var? Mal sənin. Çıxardım, naqdıl versən, mən düşəcəm ha. O hep problem deyil. Bunlar normal şeylərdir hamısı. Normal sən mülk və istədiyin kimi satırsan, əssalam. Nisiyə aldığına görə daha da sata bilərsən. Necə yəni? Nisiyə aldığına görə daha da sata bilərsən. Mal sənindir qardaş, qiyməti qoya bilərsən sən. Yəni hər şey ittifaqdan asılıdır. Qiymət yazıb qoymuşam. Üstündə qiymət var. İmtası da demiyor ki, bu nisiyə qiymətdir. Başa düşdüm, problem yoxdur. İxlasla.com saytı tərəfindən təqdim olundu.